İnsan bəzi vaxtlar bir yerə yetişir ki, daha o günahın nəinki özü, heç fikri də sənə tərəf gəlmir. Da artıq sən heç günahı düşünmürsən. Zehnimizə gələ bilər, bir fikir də gəldi. Biz məsələn o fikri artıq təsdiq ediriksə, onun arxasını aparırıqsa, onu reallaşdırırıqsa, artıq onda əgər pis fikirdirsə, onda bizim sorğu-sualımız var, hesabımız var, kitabımız var. Amma normalda bir fikir gəlir, gedir, biz mübarizə aparırıq, özümüzdən dəf eləyirik. Məsələn, bir nəfər haqqında zehnimizə pis fikir gəlir ki, o məsələn yaxşı insan deyil. Adam özü ilə mübarizə aparır, ünsiyyətdə də bir xələl gəlmir, yaxşı ünsiyyət qurur. Bu normalda eybi yoxdur. Amma bir fikir gəlir, başlayır ondan kobud rəftar eləməyə. Bu artıq fikir öz işini gördü. Bu bir məsələ. İkinci məsələ budur ki, insan bir yerə yetişəndən sonra artıq daha o məqamda o pis fikirlər də ondan dəf olmağa başlayır, uzaqlaşmağa başlayır. Yəni insan bəzi vaxtlar bir yerə yetişir ki, daha o günahın nəinki özü, heç fikri də sənə tərəf gəlmir. Da artıq sən heç günahı düşünmürsən də. Allah Quranda bizim Peyğəmbərimiz haqqında deyir: وَلَوْلَا أَنْ سَبَّتْنَاكَ لَكِدْتَ تَرْكَنْ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Buyurur ki, əgər Peyğəmbər biz səni sabit qədəm eləməsəydik, möhkəm tutmasaydıq, nə olardı? Sən azacıq, biz səni saxlamışıq. Yəni, bu mənə ki, Peyğəmbər günah eləmək istəyir. Yəni, Allah bu tərəfdən özünün lütfünü, qüdrətini göstərir də. Deyir, hətta o ayədə istəyir, başa Peyğəmbər o qədər sabit qədəm idi ki, nəyə günah eləmədi? Nəyə ki, günaha meyl eləmədi? Bir var, günah eləmir, bir günaha meyl eləmir. Ayə ondan da zəngindir. Deyir, heç meyl eləməyə yaxınlaşmadı da. Bu deyir ki, لَوْلَا أَنْ سَبَّتْنَاكَ لَكِدْتَ تَرْكَنْ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Heç o günahı etmədi heç. Meyl də etmədi heç. O meyl etməyə də yaxınlaşmadı. Artıq o ismət məqamıdır. Ki, o məqamı da lütf eləmiş. Əlbəttə, özünün səyi, çalışması, zəhməti də öz yerində, ixtiyar anlayışı itmir orada öz yerində. İnsan bəzi vaxtlar bir yerə gəlir, yetişir, bir yerə çatır ki, da o məqamda nə baş verir? Heç fikir, pis fikir gəlib də deymirdi, onun ətrafından da keçmirdi.